xoş gördük. Bugünkü dərin araşdırmamızda missiyamız sizin göndərdiyiniz bir xəbəri incələməkdir. Yəni əlimizdə Milli Az saytında dərc edilmiş Daily Mail-a istinadən verilən qısa bir xəbər mətni var. Çox qısa bir mətndir əslində. Amma arxasında böyük bir hekayə dayanır. Yəni futbol əfsanəsi və keçmiş baş məşqçi Sir Alex Fergusonun qəfildən xəstəxanaya yerləşdirilməsindən bəhs edirik. Aha, elədir. Gəlin bunu aydınlaşdıraq. Mənbə qısa olsa da, yəni arxasında olduqca maraqlı və sürətli bir böhran idarə etməsi, həyati qərarlar silsiləsi dayanır. Qətiyyən elə-belə bir hadisə deyil. Çünki hadisənin baş verdiyi mühit məsələni lap mürəkkəbləşdirir. Bu sadəcə sıradan bir gün deyil də, bilirsiniz, İngiltərə futbolunun ən böyük rəqabətlərindən biri olan Manchester United və Liverpool maçı ləfəsidir. O məşhur derbi, dünyanın ən böyük oyunlarından biri. Tamamilə. Və Ferguson məhz bu oyunu izləmək üçün artıq Old Trafford stadionundadır. Lakin oyun başlamadan, yəni dərhal öncə o xəstəxanaya yerləşdirilir. Baxın, mən məhz bu hissəni tam olaraq beynimdə canlandıra bilmirəm. Yəni, təsəvvür edin də 10 minlərlə insan bağırır, dünyanın dörd bir yanından kameralar çəkir, ab-hava tamamilə... Elektrik yüklüdür, həqiqətən. Ay sağ ol. Necə olur ki, belə bir nəhəng, xaosun, səs-küyün mərkəzində heç bir panika yaranmır? Sizcə, dünyanın ən böyük derbilərindən birinin başlamasına dəqiqələr qalmış, belə təcili ehtiyat qərarlarının verilməsi arxasında necə bir sürətli reaksiya mexanizmi dayanır? Burada ən maraqlı olan odur ki, o səviyyədəki təşkilatlarda tibbi qərarlar və xilasetmə mexanizmləri mühitin o emosiyasından tamamilə təcrid olunur. Yəni, Old Trafford'dakı tibb qrupu üçün xəstənin kimliyinin... Doğrudan. Yəni, Ferguson olmasının heç bir fərqi yoxdur. Əslində yox. Və ya o an hansı tarixi maçın oynanılmasının da fərqi yoxdur. Onlar çox ciddi, belə deyək də, dəyişməz alqoritmlərlə işləyirlər. Xəbərdəki o ən vacib detal var ha, ehtiyat məqsədli ifadəsi. Aha, ehtiyat məqsədli yerləşdirilib. Bax, o ifadə həmin alqoritmin bir hissəsidir. Balaca bir şübhə varsa belə, risk dərhal sıfıra endirilir. Yəni, tibbi heyət o səsküya eşitmir, sadəcə protokolu işə salır. Tədbirlilik hər şeydən üstündür. Yəni, bu bilirsiniz nəyə bənzəyir? Müasir bir sərnişin təyyarəsindəki avtopilot sisteminə. Aha, çox dəqiq bənzətmədir. Hansısa kritik bir sistemdə qırmızı işıq yanan kimi, avtopilot dərhal, yəni saniyəsində idarə etməni ələ alır. Sərnişinlərin salonda nə qədər panika etməsi onun heç vecinə də olmur. Reaksiya tamamilə avtomatikdir. Dəqiq, yəni böyük idman hadisələri əslində milyard dollarlıq əyləncə maşınlardır da, düzdür. Amma o maşının içindəki sağlamlıq protokolları həmişə Old Trafford'dakı ən tarixi maçlardan belə üstündür. Mütəxəssisin qısa müddətdə sağalacağı ehtimalının verilməsi də məhz o dərhal görülən tədbirlərin uğurudur. Bu həqiqətən də fərqli bir perspektivdir. Yəni, nəhəng bir strukturun içində qəflətən hər şeyi dondurub sadəcə təhlükəsizlik alqoritminə tabe olmaq. Sizin üçün, yəni bizi dinləyənlər üçün bu qısa məlumatdan çıxarılan ən böyük dərs yəqin ki, odur ki... Ki, heç nə, şəxsi sağlamlıqdan və vaxtında görülən tədbirdən önəmli deyil. Tamamilə düzdür. Qaçırmaq istəmədiyiniz hadisə nə qədər möhtəşəm olur olsun, can sağlığı hər şeydən vacibdir. Hətta əfsanəvi şəxsiyyətlər üçün belə ehtiyat tədbirləri anında tərəddüdsüz tətbiq edilir. Və müsbət proqnozlar da o gərəksiz narahatlığı aradan qaldırır. Bəli. Lakin bu qısa araşdırmamızı bitirərkən sizin düşünməyiniz üçün beyninizdə bir sual qoymaq istəyirik. Biz məsələni texniki və tibbi protokol tərəfini izah etdik. Amma görəsən... Psixoloji tərəfi necə olardı, hə? Ay sağ ol. Görəsən Old Trafford kimi, o nəhəng stadionda, xüsusən də Manchester United, Liverpool kimi əzəli rəqiblərin maçına çıxmağa hazırlaşan komanda, yəni oyunçular, əfsanəvi baş məşqçinin qəfildən xəstəxanaya aparıldığını o an öyrənsəydilər, necə olardı? O tuneldəki ab-hava. Bəli, təsəvvür edin o partlayıcı psixoloji enerji saniyələr içində necə dəyişə bilərdi. O atmosferdə belə bir xəbər necə böyük rezonans doğurardı, bunu sadəcə özünüz üçün bir düşünün. Bizə qoşulduğunuz üçün təşəkkürlər.